Atropat kim idi? Atropatenalılar hansı millət idi? İlk növbədə onu qeyd edək ki, 18-19-cu əsrlərdə Avropa tarixçiləri professor Helmholtzun başçılığı altında 120 tarixçi yığışaraq Ümumi Bəşəriyyət Tarixi kitabını yazmışlar. Ümumi Bəşəriyyət Tarixi kitabının 2-ci cildində Atropatena haqqında danışarkən onlar yazır ki, Atropatena tarixin göstərə bilməyəcəyi məchul bir zamandan türklərin yurdudur. İkinci məsələ, Atropatena adı yoxsa Azərbaycan adı doğrudur. Bu haqda bir neçə mənbələrdə qeydlər olmuşdur. Bunlardan biri Eradan əvvəl 2-ci əsrdə Polibi yazır ki, Atropatena dövləti Əhəmənilər dövlətindən əvvəl yaranıb. Demək ki, Atropatena adı Atropatın adı ilə bağlı deyil. Yəni Atropatdan da əvvəl, Əhəmənilərdən də əvvəl həmin Atropatena adı adlanmışdı. Eradan əvvəl 1-ci əsrdə Ursirov yazır ki, İskəndər Babili tutandan sonra Azərbaycana gedir. Deməli, İskəndər Babili tutan zaman Atropat hələ oranın müstəqil dövlət etməmişdi, onda Azərbaycan adı işlənirdi. Elazburq Erdamski də həmin fikri təkrarlayaraq yazır ki, İskəndər Babili tutandan sonra gedir Azərbaycana. 16-cı əsr Abraham Orterosun xəritəsində İskəndər imperiyası tərkibində Atropatenanı göstərir. Yazır ki, İskəndər taxt tacını Atropatenada qurmuşdu. Buranın əhalisini türklər təşkil edirdi. İskəndəri yürüşdə müşayiət edən Kalisven Aristotelin bacısı oğlu yazır. İskəndər Babili tutandan sonra getdi şimala. Soruşurlar, şimal haradır? Deyir, Azərbaycan. Bizim eranın 4-cü əsr. Ammiyan Marselin yazır ki, Assuriya dağılanda Atropatena yarandı. Bizim eranın 5-ci əsri. Kərkük şəhərinin tarixi kitabı. Orada yazılır ki, Assuriya dağılanda Azərbaycan yarandı. Siciliyalı Diodor yazır ki, İskitlər Assuriyanı süquta uğradandan sonra Atropatena dövlətini yaratdılar. Görürsüz dostlar, eyni hadisə haqqında bir neçə mənbə Atropatena yazır, bir neçə mənbə Azərbaycan yazır. Yəni, eradan əvvəl 612-ci ildə İskitlər